Bir yemək setini sərfəli eləyən təkcə qiyməti yox, həm də bu qiymətə nələrin daxil edilməsidir. Deməli, Nişantaşıda oturmuşuq. Burada səhər yeməyi üçün 4 nəfərlik set var. Görün bu boyda seti neçəyə təklif eləyirlər. Əvvəlcə pomidor xiyar, qaynadılmış yumurta, kalbasa və pendir asorti, 2 növ zeytun, ardınca yağ, bal, cem, mürəbbə, şor, qaymaq, şokolad yağı və s. Xəmir aşiqləri üçün puf çörək, təndir çörəyi, simitlər, yumurtada qızardılmış çörəklər, hətta içi kəsmikli börəkləri belə var. İsti yeməklərdən isti pomidor yumurta, sucuqlu yumurta, kükü və sosisli frik kartof da bu setə daxildir. Bir sözlə, masaya baxırsan, barmaq qoymağa yer yoxdur. Açığı bu genişlikdə çeşid hətta 4 nəfərə də çox görünür. Qiyməti 45 manatdır. Adama heç 12 manat düşmür. Qidaların keyfiyyəti yaxşıdır. Durum deyim ki, filan şey pis idi, yalançı olaram. Xırda çatışmazlıqlar ola bilər. Məsələn, pomidor yumurtanın duzu mənə görə biraz az idi. Amma bu da ağız dadı məsələsidir. Yəni adam var, ona görə normaldır. Bir də kəsmikli börəyi çox da bəyənmədim. İskələdə bunu içi tərəvəzli yemişdim, o çox dadlı idi. Qalan hər şey 4-4lük. Yəni bu keyfiyyət və bu qədər bol çeşid üçün qoyulan qiymət insafən çox yaxşıdır. Səhər yeməyinə hardasa oturmaq istəsəz buranı yoxlayın. Bu arada puf çörəyinin içinə pomidor yumurta doldurub yemək də təzə kəşfimdir. Yoxlayın, çox ləzzətli olur. Bir də yumurtada qızardılmış çörəklə şirin çay üçün ürəyim gedir. Uşaq olanda çox yeyirdim. Nişantaşı Məmmədəli Şərifli 25 ünvanında, Neftçilər metro stansiyasının yaxınlığı, Start İdman kompleksinin arxasında yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.